Добрый вечер. 8 марта, суббота, 2025 год. Женщина мира, женщина планеты, у всех народов, во всех семьях. С праздником, женским весенним праздником. Будьте счастливы, красивы, как весна. Расцветайте, радуйте жизнью. Любите мир, любите себя и других. Уважайте дружбу, соседство, братство. Аминь. Будьте храним Богом. Аминь. Всех поздравляю. Желаю счастья, здоровья и в семье, и на работе, и в соседстве, и среди родственников. Пусть Господь Бог перед вами всегда посылает хороших, добрых людей, без сатанинских мыслей. Остерегайтесь, защищайтесь от предателей, от националистов, от кафиров. Аминь. Будьте храним Богом, с вашей семьей вместе. Аминь. Сегодня праздник, всемирный праздник женской. Женщина должна быть добрым, справедливым, честным. Жить без зависти, без сплетни, без клеветы. С праздником, женщина. Bütün dünya halklarının içindeki kadınlar, bütün canlıların içindeki kadın cinsleri, onlar da kadındı de. Hamınızın 8 Mart bayramınız mübarek olsun. Ramazan bayramınız mübarek olsun. Elədiyiniz süfrənizdəki iftarınız qəbul olunsun, şirin olsun. Amin. Bayramınız mübarək olsun. Allah amanında olun, sülhsevar olun, insanpərvər olun. Özünüzə xoşbəxtlik diləyin, başqalarına da xoşbəxtlik diləyin. Allah ürəklərimizi oxuyur. Allahın kameraları üstümüzdədir. Allahın şahidləri çiynimizdədir. Bütün əməllərimizi yazırlar. Həyat kitabımız Allah yazıb. Hər bir vərəqimiz bütün hansı canlıya, hansı insana nə ömür veribsə, həyat kitabımızda gündəlik vərəqləyirik. Bugünkü vərəq başqa şey yazılır. Sabahki vərəqdə başqa bir şey var. Onu yalnız Allah bilir. Həyat kitabımız Allahın əlindədir, kitabxanasındadır. Mehriban olun. Heç kimə pis yargılamayın, qarğış eləməyin, qarğış eləyəcəksiniz, qarğış özünüzə qayıdır. Qarğış eləyən insanın dilinə qayıdır. Həyat elə şeydir yer üzündəki, çünki şeytan qarışdırır. Zəif insanların fikirlərini, beynini qarışdırır. İnsanlığın içində, qonşuluğun, qohumluğun içində, bütün millətlərin içində paxıl da əmələ gəlir. Güllü çiçəkli çəmənlikdə bir tikan əmələ gəldiyi kimi, tikan yetişdiyi kimi, insanlığın da içində tikanlı, mərdimazar, paxıl, millətçi, şərbaz, özünün əməlləri yaddan çıxardıb, başqasının qapısını pusan, başqasının çörəyinə tama salan, vaisi eləyən insanlar çoxdur. Satqınlardan uzaq durun, satqınlara inanmayın, şeytana uymayın, üzünüzə gülüb arxanızda qeybətinizi eləyən insanlardan uzaq durun. Elhamdülillah. Satqınlardan uzaq durun, uzaq durun, uzaq durun. Mən 5 nəfər mərdimazar görmüşəm. Onlara haqqım haram olsun bilirlər. Haqqımı halal eləməyəcəm. Onlar dünyalarını dəyişdirəndə Allahın məhkəməsinin qabağında orada Allah bizi görüşdürəcək. Canlarını tapşıranda əziyyət çəkəcəklər, axtaracaqlar ki, məndən üzr istəsinlər, halallıq istəsinlər, amma halallıq vermirəm onlara. Çünki mən həm uzaqdayam, yaxında da olsam,
Mən onlara haqqımı haram eləyirəm. Çünki dəfələrlə 25-26 ilə yaxın dış çörək kəsmişik. Onlara kömək əli uzatmışam dəfələrlə. Pisliklərini örtmüşəm. Səhvlərini üzərinə demişəm. Vəzifəli adam olmuşam, incəsənət adamıyam. 4 dildə yazıram, pozuram, musiqi də yazıram. Musiqilər də mənimdir. Sözlər də mənimdir. İncəsənət adamıyam. Vətəndə olsaydım, indi xalq artisti olmuşdum. Neysə, kadınlar, əzizlərim, qızlarım, bacılarım, nənələr, yeni doğulan qızlar, qız cinsləri, Allah sizi xoşbaxt eləsin. Ömrünüz uzun olsun. Xoşbaxt yaşayasınız. Bəd nəzərdən uzaq olasınız. Allah ətəklərini üstünüzdə saxlasın. Amin. Xoşbaxt olun, xoşbaxt olun, xoşbaxt olun. Sülh sevin, insan sevin. Hansı millətləri olur olsun. İnsan insandır. Yadınızdan çıxartmayın. Mən Afrikada da olmuşam. Orada gözəl insanlar görmüşəm. Gözəl insanlar, gözəl. Bizdən də gözəl. Heç yadımdan çıxmır. Nigeriyada Lagos şəhərində elə bir gözəl kadın gördüm ki, şokolad rəngində. Başında şey aparırdı. Utanmasam gedib üzündən öpərdim. O qədər xoşum gəldi. O qədər gözəl idi ki. O qədər gözəl idi ki. Orada gözəl dostlarım var. 2 bacı balıqçılıq sahibkarlarıdılar. Mənə qəşəng şeylər bağışlayıblar, suvenir. Deməyim odur ki, İnsan insandır. Ailənizdə də bir ətrafınıza baxın. Görün neçə uşağınız varsa, xəsiyyətləri birdir. Yox. Yox. Desəniz, hə, gözəllər, yalan danışmayın. Neysə, sülhsevər olun, təmiz ürəkli olun, insan olun, vicdanınızı kirlətməyin. Təmiz ürəkli insanı, əqidəsi, xilqəti təmiz olan insanları Allah hər yerdə qoruyur. Üzümüzə gələn nurunuz da mübarək olsun. Bax, görün nə gözəl səmənim var, bax, görürsünüz. Bax, görürsünüz. Baxmayaraq ki, vətəndən uzaqdayam, səmənisiz olmuram. Allah hamınızı qorusun. Ağdamın Quzanlı qəsəbəsində Ağdam teatrı işləyən, o teatrın qadınlarına da Ayda Qasımovaya əmək araççısı olub. Ayda mən ona qəhmər olmuşam. Ayda Qasımova əmək araççısı alıbdı. Hərdən birdən WhatsAppda yazışırıq. Onları da təbrik edirəm, Pəquma Qasımovanı. Amma Cəmilə Məmmədova işləmir o. Təqəvvüdədir, haram olsun. Cəmilə Məmmədova, Cəmilə Məmmədova. Səni tanıyanlar səsimi sənə gətirsinlər. Desinlər ki, Sevda xanım haqqını sənə haram eləyir. Səni çox qorumuşam, pisliklərini örtmüşəm. Ay vicdansız alçaq qadın. Alçaq qadın. Vicdansız qadın. Haqqım sənə haram olsun. Sənə elədiklərim haram olsun. Canını verəndə axtaracaqsan məni, Cəmilə Məmmədova. Quzanlının yaxınında hansı bir kənddə yaşayır. Çünki işləmir orada. Teatrda işləmir. Pəquma Mehdiyeva, Ayda Qasımova, bayramınız mübarək olsun, əzizlərim. Ömrünüz uzun olsun, uşaqlarınızın yanında yaşayın. Amin. Amin, amin. Görün nə gözəl mənzərədir. Birazdan buralar hamısı yaşıllıq olacaq. Bax görün. Bu nə möcüzədir doğan. Dünyada birinci dəfə Sevda nənənin ixtirasıdır, bax. Monitor evdədir, əks tərəfdədir, divara baxır, xalçaya baxır, pəncərələr örtülü. Bax, hamısı örtülüdür, bax, görürsünüz, mişrolarla.
Pencereden baxıram. Amma görün, 2 həftədir görmüşəm. Bəlkə də çoxdan var, fikir verməmişəm. Neysə, gecə darıxdım. Çölə baxdım, kinoya baxırdım. Qəfildən gördüm, hətəl qaldım. Düşündüm ki, qoy çəkim. Mənim ixtiramdır. Güneş qərbdədir. Солнышко уже на западе. Закат ушел. Вот мой сериал под сиренем, под забором. Как попадает туда, очень странно. Ветер поднялся. Красивая природа. Март месяц тоже снежный будет. Но осадки будут. Mart ayı da karlı geçir. Ona bak, görürsünüz. İmaliki hurir mutnoh. Na yok, ora greris na yok. Ընկերներ, տեսնում եք, ես տանը կինոյի եմ նայում, բայց կինոն էկրանը ընկնում է դուրս, ոնց է ընկնում, չգիտեմ։ Հեռախոսով հիմի քաշում եմ, երկու շաբաթ է, որ տեսել եմ դա, երևի վաղուց է, չեմ նկատել։ Էկրանի երեսը պատին է նայում, կարպետին, խալչին է նայում, խալիչներին է նայում, պատոհանը կողպված։ Հիմա հալա լույս է, մի քիչ որ մտնի, ավելի մաքուր է լինում։ Ուրիշ ռոլիկներում քաշել եմ։ Հետաքրքիր բան է։ Տեսնում եք, կամանց որ մտնի, ծառերի ճյուղերը բարում են, քամի է բարձրացել։ Հեյ ժողովուրդներ, կյանքը սիրեցեք, մարդկությունը սիրեցեք, հարգեցեք, ոչ ոքը ոչ մեկից լավը չի, բոլորս նույնն ենք, լեզուներն է ուրիշ, ամեն մի մարդ, ամեն մի շնչավոր, ամեն մի ծառ, ծաղիկ իրավունք ունի ապրելու։ Սատանային մի ծախվեցեք, դավաճաններին մի ծախվեցեք, փողի մի ծախվեցեք, փողը կեղտ է, սոր կա, վաղը չկա, փողը մարդուն խափում է, փողը մարդուն լուծեցնում է։ Ձորձանն եմ արաղլը դբաղ, hele biraz ışıktı. Karanlık düşende laf aydın görünür. Telefonun çok şeylerini bilmirəm, belki de büyütmek de olur. Telefonla indi mən kopirovka eləyirəm, yazıram. Külək. Ama sinoptikler deyiblər, yavaş yavaş istiler gösterir, dereceler isti olacak. 5-6 derece. Yavaş yavaş. Fevral ayı 28 olanda il gözəl keçir. Bu müharibələr, hər şey demişəm dəfələrlə, yazmışam. 25'in dekabrının 1'ine kadar, 26'nın 1 yanvarına kadar
sakitliğe əmələ gələcək. Allah təmizləyəcək hər şeyi. O Yevreylerin başçısı Netanyahu'dan ne başka şey diyecektim ayıp olmasa. Noel lafı Allah cezalandıracak. Biraz gözləyirəm görüm. İstəyirdim mahnılarımı oxuyam. Bir neçə mahnı oxuyam. Dağlar dağlar ulu dağlar, başı qarlı qarlı dağlar, siz yol verin mənə, gedim çıxım vətənimə. Bir də baxım, namərd dostun gözlərinə. Bir də baxım, namərdlərin gözlərinə. Dağlar dağlar, ulu dağlar, başı qarlı qarlı dağlar. Dağlar dağlar, ulu dağlar, yamacları yaşıl dağlar. Dağlar dağlar, sıra dağlar, tarihleri bilen dağlar. Yollarımı bağlamayın, yüreğimi dağlamayın. Gedim görüm vətənimi, söndürün bu həsrətimi. Dağlar dağlar, ulu dağlar, başı qarlı qarlı dağlar. Dağlar dağlar, ulu dağlar, ceyranlı cürlü dağlar, siz yol verin mənə, gedim çıxım vətənimə. Bir dolaşım bağımıza, bir de girim evimize. Dağlar dağlar, ulu dağlar, başı qarlı qarlı dağlar. Dağlar dağlar, ulu dağlar, başı qarlı qarlı dağlar. Dağlar dağlar, sıra dağlar, vətənimə baxan dağlar. Siz yol verin mənə, gedim çıxım vətənimə. Bir də baxım, namərd dostun gözlerine. Bir de bakım, namerd dostum gözlerine. Bu mahnının musikisi de sözü de benimdi. 5 nefer namerd satqınların 20-25 il yanımda işleyen, mənlə tuş çörək kəsən, mənə bacı deyən, xanım deyən, üzümə gülüm arxamda satqınlıq eləyən 5 nəfərə yazmışam bu mahnını. Başqa gözəl mahnılarım da var, gözəl. Elə mahnılarım var ki, Gülnar Abdullayeva oxuya bilər, Mətənət Əsədova,
O cavan qız Sənət gözəl müğənnidir, gözəl sənətkardır. Cavan uşaqdır amma halal olsun, gözəldir. Nazpəri praktikalıdır, çoxdandır. 40 ilə yaxındır Nazpəri tanınır. Bax görürsünüz, qaranlıq düşən yavaş-yavaş. Bax görürsünüz. O doğrudan bu nətər olan şeydir. Pəncərə örtülüdür. Mişralarla. Bax görürsünüz, doğrudan da indi iki ekran bu nətər oldu. Yollarına baxa baxa darıxıram neyliyim, gözüm qalıb qapınızda çıxmıyırsan neyliyim, pəncərəni daş atıram duymuyursan neyliyim, pəncərəni daş atıram duymuyursan neyliyim, 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 söyle yarım neyliyim, söyle yarım, söyle yarım, söyle yarım neyliyim. Dəli könlüm hər gün səni görmək istər neyliyim, bu qolların belini bərk ucmaq istər neyliyim, dodaqlarım dodağından öpmək istər neyliyim, dodaqlarım dodağından öpmək istər neyliyim, 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 söylə yarım neyliyim, dodaqlarım dodağından öpmək istər neyliyim. Anamı mən sizə elçi göndərdim yar neyliyim, sizinkilər yox deyiblər neyliyim, qonşuların söz söhbəti təngə gətirib neyliyim, qonşuların qeybətləri təngə gətirib neyliyim, 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 söylə yarım neyliyim, söylə yarım, söylə yarım, söylə yarım neyliyim. Bu pabıqlı qardaşlarım hədəliyir neyliyim, sənə görə utanıram, mən susuram neyliyim, məcburam ki səni götürüm, qaçırım yar neyliyim, məcburam ki səni götürüm, qaçırım yar neyliyim, 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 söylə yarım neyliyim, məcburam ki səni götürüm, qaçırım yar neyliyim. Bu mahnıda, sözlərdə, musiqisi də gene özümün 25'e yaxın, 23'tü ya 25'ti. Dəftərimdə də var, ayrı magnitofonda, kasetdə yazmışam hamısını. Bu mahnını da cavan sevgililərə yazmışam. O kadar var ki hele, birbirini sevirlər. Ailə birini bəyənmir, o birisi birini belə. Neyse, musiqi yazmağımda Niyaməddinin birinci mahnısına borçluyam. Allah Niyaməddin Musayevə ömür versin. Rusyada yaşayıram. İş yerimdə qəfildən Niyaməddinin musiqisi yadıma düşdü. Onu mən də çox oxumuşam səhnədə. Bu mahnını oxuyurdum. Qəbildən mənə bir fikrimə, beynimə gəldi ki, niyə özün musiqi yazmırsan? Bir gözəl mahnım var, elə gözəl mahnım var. Onu ancaq Mətənə Təsadüf oxuya bilər. Nəzpəri, Elmər Abdullayeva, onların səsinə. Başqasını düşünürəm. Şəbnəm Tovuzlu da bəlkə oxuyar. Şəbnəm də yaxşı müğənnidir. Neyse, bax görürsünüz əzizlərim. Bax, ekran bax, görürsünüz. Düşünün görün, bax bu nədir? Nətər olur bu belə? Neyse. Bayramınız mübarək olsun bütün kadınlar, vətəndəki kadınlar, dünya xalqlarının içindəki bütün cavan qızlar, gəlinlər, kadınlar, nənələr. Bayramınız mübarək olsun, mehriban olun. Ömrünüz uzun olsun, Allah korusun. Bütün xalqları Allah korusun, bütün xalqları Allah korusun. Allah hamıya yar olsun. Yollarını azmış, şeytana qulluq eləyər, şeytana satılmışları Allah islah eləsin, doğru yola qaytarsın. Amin, amin, amin. Gecəniz xeyrə qalsın, bayramınız mübarək olsun, iftarınız qəbul olunsun. Salamat olun, görüşənə qədər.
Səməni bahar rəmzidir, gözəllik rəmzidir, həyat rəmzidir. Zелень – это символ весны, символ любви, красоту, здоровья, счастья. Kanat çığını, kanat şotu, genki nişanı, Gեղեց գության սերի նշանը, սիրեցեք բնությունը, մի քայքայեցեք մարդիկ։ Good evening, my friend's woman. Good evening, my friend's man, my friend's woman. Good evening, my brother, my sister, my family. Good evening, people's world. Welcome, please, my channel. Thank you, thank you, thanks. Please, 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 welcome my channel. Grandmother Sevda. Thank you. Thank you, God. Thank you, God. Thank you, God. Amen, amen, amen. My singer. Grandmother Sevda singer. Musik мой.